Salam, necəsiz? Keçək məktəbə. 10 min istemişəm, 7 minə salıblar. 10 mindən 7 minə salıblar. Bu düşmədi, 10 min nədir, kim? Pulu yığırsan, bir sən nətərdir, Leyla Nəcəfquliyeva. Ən gözəli sən öz işinlə məşğul ol. Zaten bu işlə bağlı araşdırmada gedir. Şəhla ilə bağlı, nə bilim, Gülara ilə bağlı hamısını şikayət eləmişəm, mənim adımdan istifadə eləyirlər. Alıb yeyirlər, sonra atırlar üstümə. Yəni sən konkret uzaqda dur da, çalış, yəni bu işlərə girişmə. Valla. Yəni neysən? Sənə nə lazımdır? Yəni mən haqq yerini tapdıracağam dövlətə. Niyə atıram? Əslində Leyla müəllimə, sosial şəbəkələrdə paylaşmağınız və yaxud da ki, kiməsə atmağınıza görə. Siz nətərdir müəllimə? Siz bu müəllim ordusunu yığıb məndən şikayətə getmişdiniz, korrupsiya. Onların hamısına mən dəst keçmişəm. Eləsinə var 1 il keçmişəm, eləsinə var 2 il keçmişəm. Yəni onların mənə qarşı etdiyi haqsızlıq ucbatından mən bugün cəza çəkirəm. Artıq 2-ci ildir ki, məhkəmələrdə sürünürəm. Heç nəsə də dəst keçmişəm mən onlara. Düz vəd vermişəm sizi keçirdəcəm, amma inanırdım ki, mən örgətlilərimi oxusalar, örgənsələr gedib keçəcəklər. Bugünkü gündə onların kəsilməyin mənim səbəbkarı mən deyiləm. Yox, bugündən sonra görülən işlərdən danışırsansa, işin başında mən yoxam. İşin başında hegemonlar var. Mən kiməm ki, mən qıraqda duran bir adamam. Hegemonları da, hegemonlar da lazım yerlərə şikayət eləmişəm. Ərizə əsasında, sübutlar əsasında. Mənim adımı vermirlər, eyb yox, o versinlər. Mənim adımı verməklə əllərinə nə keçəcək ki? Eyb yox, o zaten mənim əlimə olan olubdur. Mən həbsimi gözləyirəm, 2 ildən 5 ilə. Ən aşağısı, uşaq deyilsən ki, sən bilirsən də ən az. Yəni qayda ilə qanunun başını çıxır. Ha. Nətərsiz, nə var, nə yox, Leyla müəllimə. Keyfiz alız, nətərdir? Ay müəllimə, yox, hələ 400 manatım da vermişdi. Gözləyirəm, vermədi. Elə qalmışam, elə. Deyirəm, tez ol, keçirdə, mən banka borcum var, kasıb adamım. Yaxşı deyir, amma hər gün deyir ki, dayan axşam verdim, dayan bugünkü axşam keçirməliydi, da hələ keçirməyib. Nə qədər istəyənəm, əsəbləşirəm, keçirmir ay müəllim, bankım da var idi. Əfsanə müəllim məndən qutardı, şükür Allaha. Gözümüz aydın olsun, nə yaxşı ki, məndən qutardı. Bir şeylə və belə şeylərlə məşğul olmaq nə qədər adama iş düşür, bu cinayətdir o. Mən sadəcə o adama inanmışam. O rüşvət alandır, sən rüşvət verən. Mən də o adama inanmışam. İnanmışam, nə daha mən aldadıbdır ki, mən keçirdirəm, neyinirəm. Yəni, məni aldada bilərdi o. Bir daha demək istəyirəm ki, dostlar, Leyla heç vaxt yanlış məlumat paylaşmaz və mənə kimlər ki, hədə qorxu gəlirsə, bilsinlər ki, qorxmuram. Başımın üstündə Allah var. Bəndələr nə qədər də yaxşı olsa, yol göstərən Allah.